Salam, kanalımın değerli izleyicileri. Bugün parallelogram mövzusuna aid olan maraqlı məsələlərdən birinin həlini verəcəm. Gəlin baxaq məsələnin həlinə. Görək necə edə bilirik. Deyir ki, ABCD paralel kənardır. Paralel kənar parallelogram deməkdir. D'ye bərabərdir YC-yə, yəni Y nöqtəsi DC'nin orta nöqtəsidir. KC ilə YB F nöqtəsini kəsir, doğru. Sonra deyir ki, AYFC üçbucağının A alan deməkdir. Yəni YFC üçbucağının sahəsi 4'dür. Gəlin YFC üçbucağının sahəsinin 4 olduğunu qeyd edək buradan. FKB üçbucağının da sahəsi, yenə deyirəm A sahə deməkdir, alan deməkdir. FKB üçbucağının sahəsi də 18'dir. Yəni burada yazıram 18. Bizə deyir ki, yuxarıda verilənlərə görə ABCD'nin alanını, yəni sahəsini soruşur bizdən. Yəni ABCD'nin sahəsini soruşur bizdən. ABCD parallelogram sahəsini S ilə işarə edək, yəni S'i soruşur bizdən. İndi biz buradan həll etmək üçün nəyi bilməliyik? Birinci bilməliyik nəyi? Gəlin yada salaq. Parallelogramda, gəlin bir parallelogram çəkək. Parallelogramda hər hansı təpədən qarşı tərəfin ortasına bir parça çəkilir. Yəni təpədən çıxan parça qarşı tərəfi ortada kəsir. Yəni bunlar bir-birinə bərabərdir. Bu zaman bax bu üçbucağın sahəsi parallelogram sahəsinin 1/4-nə bərabər olur. Digər tərəfdən yenə bir parallelogram çəkirik. Yenə bir parallelogram çəkirik. Əgər parallelogramın qonşu təpələrindən çıxan parçalar qarşı tərəf üzərində kəsişirsə, yəni bu şəkildə bir üçbucaq alınırsa, onda bax bu üçbucağın sahəsi parallelogram sahəsinin yarısına bərabər olur. Yəni 2/1 S. Bax bu xassələri tətbiq edəcəyik. Gəlin biz məsələmizdə bunları görək. Baxırıq birinci nəyə baxaq? Deməli gördüyünüz kimi Y nöqtəsi DC'nin orta nöqtəsidir. Yəni B'dən C'yə çıxan BY parçası DC'nin Y nöqtəsini kəsir. Onda biz buradan bax bu üçbucağa gəlin fikir verək. Bu üçbucağa fikir verək. Qaydaya görə bax bu üçbucağın sahəsi nəyə bərabərdir? Parallelogramın sahəsinin 1/4-nə. Amma mən burada bu hissəni bilmirəm. Burada bir boşluq var. Bu boşluğa gəlin bir x yazaq. Onda belə çıxır ki 4 üstə gəl x. 4 üstə gəl x. Üçbucağın sahəsi 4 üstə gəl x-dir. Bu parallelogram sahəsinin 1/4-nə bərabərdir. Daha sonra diqqət yetirək. Gəlin bax bu üçbucağa baxaq. Baxın bu üçbucağa. Gördüyünüz kimi C və B qonşu təpələrdir. Onlardan çıxan parçalar qarşı təpənin qarşı tərəfinin adi tərəfində K nöqtəsini kəsişib. Yəni burada bir üçbucaq ki var. Bax bu üçbucağın sahəsi parallelogram sahəsinin yarısına bərabər olacaq. Buradan yazıram ki, bu üçbucağın sahəsi də gördüyünüz kimi 18 üstə gəl x-dir. Bu da parallelogram sahəsinin 2/1-nə bərabər olacaq. Bizim məqsədimiz tapmaqdır S'i. Ona görə tərəf-tərəfə çıxırıq. İkinci tənlikdən birinci tənliyi çıxsaq, nə alırıq? 18'dən 4 çıxsaq 14. X'lər islah gedəcək. Bərabər 2/1 S'dən 4/1 S çıxanda 4/1 S qalacaq. Buradan da alırıq ki S bərabərdir 56. Demək ki ABCD paralleogramın sahəsi 56'dır. O da A variantında olacaq.